нашему городу вернули его исходное название Гянджа. Среди нас есть враги народа, и мы должны быть беспощадными. Ne haber etseniz? Kansamit'i götürün. 70 yüzü götürdüler. Ay sağ ol. Objektif. Mətbuatın 150 illiyi ilə bağlı çox maraqlı bir mövzu var. Onu araşdırmaq üçün Gəncə şəhərinə gedirik. Yolumuz açıq olsun, çıxaq yolumuza. Ya Allah! 150 illik tarixi olan mətbuatımızın ən dəyərli, ən işıqlı anlarından birini araşdırıb yada salmaq üçün yola çıxdıq. 150 ildir yol gedirik. Bu yolun həqiqət dalınca qaçmaqdan dabanları, qələm tutmaqdan əli qabar olan yolçuları olur. Bu yolda öz alın yazısını redaktə edən də, yenidən yazan da oldu. Bu yolda əlverişsiz hava şəraiti də çox oldu. Yol qəzasız olmur. Bu yolun talih qəzaları da çox oldu. Bu yolda güllələr də açıldı, minalar da partladı. Gəlmişik Gəncə şəhərinə, Nüşabə Məmmədlini axtarmağa. O, Kirabad Skiraboçi qəzetində işləyəndə Kirabad adının dəyişdirilib Gəncə olmasını çox istəyirdi. Bu istəyə görə Nüşabə xanım çox təzyiqlərə və tənqidlərə məruz qalmışdı. Həmin vaxtdan çox illər keçib. Gəlin bir yerdə Nüşabə xanımı axtarıb tapaq. Görək doğma Gəncədə özünü necə hiss eləyir? Bakıxanov 20. Bax, orada yaşayır. Ya sağdadır, ya soldadır. Özü də savadlı, qabiliyyətli insandır. Kirabadın Gəncə adı verilməsinin təşəbbüsünü elə o qaldır. Asıl Gəncəlimizdir. Biz fəxr edirik onunla. Bizim fəxrimizdir, öyle şey Bu bizim fəxrimizdir. Bütün Gəncəlilərin ürəyindən keçəni elə bir Nüşabə xanım deyibdi orada. Tarixi keçmişinin qaytarılmasına bağlı o vaxt səsin qaldırmışdı. Elə bir zamandakı qadağan olmuşdu. Yeni gənc nəslin milli ruhda böyüməsində böyük xidmətləri olan ziyalılarımızdandır. Yolu keçəndən sonra bir 400 metre gedir sol tərəfə. Salam elək. Buyurun, buyurun, gəlin. Nüşabə xan burada Bəli, yaşayır da. bəli, Gəlin. Salam elək. Hoş gördük. Hoş Gəl. Salam elək. Necəsiniz? Jurnalistlərin 7-ci qurultayında 87-ci ildə orada siz məsələ qaldırdınız Gəncənin adının qaytarılması ilə bağlı. O çıxışınız çox böyük qalmaqal yaratdı. Bu qalmaqal çox böyük rezonansa səbəb oldu. Dərhal partiya komitəsinə çağırdılar. Redaktor da mən idi, onda Rauf Rəcəbli idi redaktor. Bizi çağırdılar, bağırlıydı birinci katib. Dedi ki, ana çok kobud tərzdə dedi, yanında da köməkçiləri işləyə oturmuşdu. Dedi, она не имеет права работать в партийной газете, да. Deyəndə o da dedi ki, она профессиональный журналист. Deyəndə o dedi ki, нет, она должна уйти. Я вам, как руководитель горкома, говорю, сегодня же əmrini verin. Mən eşidə. Горком demək, təlimat verdi ki, məni Jurnalistlər Birliyindən çıxartsınlar. Gördüm ki, artıq hamı yığışıb gəlir. Hətta pensiyada olanlar da yığışırlar ora. Bir də gördüm ki, İlham İsmail gəldi. Onda o burada
Milli Təhlükəsizlik İdarəsində işləyirdi. Gəldi mənə dedi ki, Nüşabə xanım, narahat olmayın, biz qoymayacaq o tədbir keçirilsin. Girdə nə dedi, nə demədi, yəni o yığıncaq ləğv olundu. Bizdə 5-ci şöbə vardı. Zəng vurub demişdilər ki, bu məsələ ilə əlaqədar öyrənin. Öyrənin görək Nüşabə xanımın şəxsi fikridirmi bu, yoxsa bu hansısa bir millətçi qrup varmı, dəstəmi var? O millətçi qrupun, dəstənin təhriki ilə, təbliğatı ilə mı çıxıbdır sözü deyibdi? Və dedi, çox qəribədir. Dövlət Təhlükəsizlik Komitəsi bu məsələyə biraz yüngül yanaşır. Amma Şəhər Partiya Komitəsi çox kəskin yanaşır. Sanki bu saatları cəzalandırmaq lazımdır. Bunu belə etmək lazımdır. Deyin, bizə yazılı şəkildə göndərin. Rəisimiz də belə dedi. Dedi, sən də bir araşdır, dedi. Mənim araşdırmağıma ehtiyac yox idi, çünki mən Nüşabə xanımı tanıyırdım. Mən bildim ki, xəbər də tutdum ki, Nüşabə xanım çox belə sarsıntı keçirir hətta bu dərəcədə. Şəhər Partiya Komitəsində yazılı şəkildə mən arayış yazdım. Təbii ki, imza rəisin imzası idi, amma arayışı mən yazdım. Arayışda bu məsələnin arxasında heç bir millətçi dəstənin olmadığını, heç bir antisovet fəaliyyətin olmadığını, əksinə bu ziyalılar içərisində hər zaman müzakirə olan, xalq içərisində müzakirə olunan bir məsələ olduğunu, xanım jurnalistin də bunu heç bir arxa planda olmadan, düşünmədən bunu səsləndirilməsində belə bir xüsusi qəbahət yoxdur. Mən Literaturni qazetadan sitat gətirdim onda. O yadımda ki, birinci olaraq Moskvadakı Gorki küçəsi nəzərdə tutulur. Misal üçün Gorki şəhəri də var idi, Nijni Novgorod. Amma Gorki küçəsinin adını dəyişib Tverskoy bulvar, Tver küçəsi eləməyi, bu yadımda da onu da sitat gətirdim. Zəng vurdum Nüşabə xanıma ki, Nüşabə xanım, narahat olmayın. Hər şey yaxşı olacaqdır, biz həll eləyirik məsələni. Yəni, bizim söhbətimiz bu barədə belə oldu. 87-ci ildə o sözü səsləndirmək, həm içində bir milliliklə bərabər ona bir cəsarət lazım idi. O, xanım o cəsarəti nümayiş elətdirmişdi. Prokurorluğa bizi çağırdılar, iş açdılar. Sonra qadağan elədilər mənim imzamı qəzetdə ki, imzam çıxmasın. Qızım məsələn 3-cü sinifdə oxuyurdu, 4 nömrəli məktəbdə. Martın 3-ü idi, indiyə kimi yadımdadır, sulu qar yağmışdı. Mən də evə gəldim, bir də gördüm bir məktəb formasında, paltosuz ağlaya-ağlaya gəldi. Deyirəm, ay Selin, nə oldu ki? Niyə ağlayırsan? Yəqin kimsə xətrinə deyib. Deyəm, müəlliməm dedi ki, bunun mamasını tutublar. Bu da ona görə qarın altında elə gəldi. Dedim, Ayşil, görsən mən evdəyəm, tutmayıblar heç kim. Yəni, bütün şəhərə elə yayılmışdı. Mən bir bacım, nəsə xəstə idi, tək yaşayırdı orada. Həmin gün heç kim yox idi evdə, o tək idi. Onun qapısını bilirsiniz də çırpırlardı ki, aç qapını, qonşulara çıxıb səsə ki, o polisləri biabır eləmişdi, hamısı ki, ayıb tüyümü belə. Özümünkülər yan gəzirdi haradasa, çox su. Hətta nə bilim, çox yaxşılıq elədiyim adamlar olmuşdu ki, qardaşımın yaxşılığı dəymişdi belə, amma çəkinirlərdi. Yolda görürlərdi, bilirsiniz, göy çantaya baxır, qəzetə ki, salam verməsinlər. Yəni, bax, özümü o müddət çox marginal hiss edirdim Gəncədə. Elə bil ki, birdən-birə şəhər yaddaşdı və bizi prokuraturaya çağırdılar. Gruzin idi, o vaxt prokurorun müavini idi. O bizi gördü, dedim, niyə stidnə? Mən deyir, utanıram ki, sizi çağırmışam bura. Deyir ki, bax, üstünü göstərdi ki, Şəhər Partiya Komitəsinin birinci katibi yollayıbdı ki, razabrat и доложить. Prokurorun müavini idi, işdən çıxartdılar. O götürdü, yazdı ki, hər şey düzdür bunlarda, hər şey yaxşıdır. Evdə həyat yoldaşının ona münasibəti, onun o çıxışından sonra siz ona qarşı çıxmadınız ki, niyə belə danışmısan? Çıxmamışam. Dadan ürək dirək vermişəm. Yaxşı eləyirsən demişəm. Və gücümlə çardım mən güləmişəm. Ən əsası, yəni evdə olan dəstəkdir. Aktyor ailəsindəndir. Əşrəf Yusifzadənin və Rəmziyə xanımın oğludur. Sənət adamının ailəsindədir o. Sovet vaxtı rəhbər olmuş şəxslərdən ən çox Gəncə adını kim qaytarmaq istəyirdi? Həsən Həsənov təbii, Tofiq Bağırov qaytarmaq istəyib. Heç olmasa mehmanxanaya Gəncə adı verdi. Univermaq Gəncə Univermaq oldu. Bir də küçə, Gəncə küçəsi. Və Həsən Həsənovun gördüyü işlər? Çox möhtəşəm. Yəni ki, o həmişə o elə bir ki, intibah yaratdı burada Gəncədə.
Ötən əsrdə 70-ci illərin sonunda Kirabat şəhərində Gəncə adının yaddan çıxmaması üçün xeyli işlər görülmüşdü. Həmin illər Kirabat Partiya Komitəsinin birinci katibi olan Həsən Həsənova bu cəsarətli addımları atmaq heç də asan başa gəlməmişdi. Hörmətli Həsən müəllimlə Gəncədə addım-addım irəli getdikcə, addım-addım da keçmişə, Kiravabada qaydırdıq. Bunun bir tərəfi evlər idi, bir tərəfi də qobu idi. Baş verən hadisələri qızğın müzakirə eləyirdik. Bəzən fikirlərimiz üst-üstə düşmürdü. Gəncə adı heç vaxt bu gəncəlilərin yadından çıxmır. Belə anlar Həsən müəllimin şirin gülüşü ilə sona yetirdi. Bütün günahlar da məndədir və çox nurlu danışıram. Gəncəyə gələndə çox problemlər durmuşdu qarşımda. Amma daxili bir problemam var idi. Heç onu dilə gətirmirdim, öz ürəyimdə hazırlayırdım. O da Gəncənin adını nə şəkildə tam da olmasa, heç olmasa qismən diriltmək. Onun üçün mən şəhəri çox gəzirdim və axtarırdım ki, nə eləmək olar. Nəzərə alın, mən özüm inşaatçıyam, memarlıq dərsi də keçmişəm. Belə qərara gəldim ki, elə bir yer tapmalıyam ki, orada həm qəsəbə salaq, qəsəbənin adını qoyaq Yeni Gəncə, həm də onun özünün böyük parkı olsun. Bu yeri tapdım, indi durduğumuz yeri tapdım və bu yerə o vaxtda quru qobu deyirdilər. İlk əvvəl fevral ayında, gələndən bir ay sonra fevralda parkı saldıq. Böyük möhtəşəm park saldıq. O Yeni Gəncənin də hələ ad vermədən baş planını tutduq. 3-4 aydan sonra Heydər bura gəldi. Heydər gələndə mən elə buraların yanında, yolun qırağında balaca bir sərgi düzəltdik. Orada parkında baş planını göstərdik. Yeni Gəncə düşündüyüm də göstərdik və ora Yeni Gəncə sözünü də yazdım ki, Heydər Əliyev ilk emosiyasını sınayım. Heydər baxdı, bəyəndi, dedi çox yaxşı. Sonra mən təklif elədim ki, Heydər Əliyev bəlkə iş ağacı siz bastırasınız. Gəldi elə bax burada da bastırdıq. 4000 illik zəngin tarixi olan Gəncə strateji əhəmiyyətinə görə həmişə düşmənlərin diqqət mərkəzində olub. 1804-cü ildə Rus qoşunları Cavad xanın başçılıq elədiyi Gəncəyə hücum elədi. Düşmən qüvvələrinin üstün olmasına baxmayaraq o tabe olmadı. Sona qədər vuruşdu. Özü və oğlu Hüseynqulu xan həlak oldu. Çar hökuməti Gəncənin işğalını bayram elədi. Şəhərin adını tarixdən silmək üçün ona 1-ci Aleksandrın həyat yoldaşı Yelizavetanın adı verildi. Yelizavet Pol. Çar hökuməti 114 il Gəncə sözünü işlətməyə imkan vermədi. Gəncəlilər Yelizavet Pol sözünü işlətmək istəmədiklərinə görə o dövrdə Rusiya İmperiyasının qubernatoru sərəncam vermişdi. Kim Gəncə sözünü işlətsə, o deməli bir neçə gümüş sikkə ilə ştraf verməli idi. Və o kitabda yazılıbdır ki, Gəncələr, bəzi Gəncələr gəlirlər səhər tezlərindən qubernatorun maliyyə köməkçisinin yanına və bu başlarından gümüş sikkələr verirlər və verdikləri sayından asılıdır ki, mən bu qədər Gəncə sözünü işlədəcəm. Yəni siz fikir verin ki, nə dərəcədə bu Gəncə sözü Gəncələrin ürəyində həkk olunmuşdu. Xalqın yaddaşından onu silmək mümkün olmadı. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti şəhərə öz doğma adını qaytardı. Amma bu sevinç uzun sürmədi. 1920-ci ilin aprelində Bolşevik Rusiyası Azərbaycanı işğal elədi. Sovet rejimi möhkəmlənən kimi 1935-ci ildə Gəncə şəhərinin adı yenidən dəyişdirildi. Bu dəfə şəhərə Azərbaycanın işğalında və torpaqlarımızda ermənilər üçün muxtar vilayət yaradılmasında böyük rolu olmuş Sergey Mironoviç Kirovun adı verildi. Şəhərlərin içərisindən Gəncənin seçilməsi təsadüfi deyildi. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmuş Gəncə azadlıq və mübarizlik simvoluna çevrilmişdi.
qurultaydan sonra gəlib bu otağa keçib, oturanda bu yerdə nəyi düşünürdünüz, hansı hissləri keçirirdiniz? Çox qarışıq hisslər. Yeganə o idi ki, Allah qorusun, mən sınmayım. Üz döndərənlər də çox idi, amma sağ olsun o adamlar ki, yəni məndən aralanmadılar. Hətta bizim sürücümüz var idi, Allah ona qəni rəhmət eləsin. Nəriman İmanov. O demək, mən içəri girməmişdən gəlirdi, özü açırdı qapını, deyir ki, mən elə qorxuram bunların alçaqlığından nəsə ata bilərlər otağa, nəsə də belə. Açırdı, yoxlayırdı, sonra mən keçirdim. Həmin illərin ən həyəcanlı hadisələrini yenidən xatırlamaq üçün Həsən müəllimin 45 il əvvəl gecə-gündüz çalışdığı kabinetinə üz tutdu. Bu kabinetdə siz təyin olunandan son günə kimi ən gərgin anlarınız, bəlkə də Gəncənin adının yenidən qaytarılması istiqamətdə atdığınız addımlar vaxtı oldu. Heydər Əliyevin sizə zəng elədiyi vaxtı gərgin telefon danışığınız olub. Mən xahiş edirəm o haqda. Deməli, bu rayonların bölgüsü ki oldu, Bakıdan mənə zəng elədi. Onda bir təşkilat, partiya təşkilat şöbəsi var idi. Onun müavini Əzimov familiyasında. Mənə deyir ki, sizin rayonuna, şəhər 2 rayona bölünür. Bütün SSR-də belə ənənə vardı ki, hansı şəhərdə 2 rayon var, biri olur Lenin adına, biri də olur Sovetski. Bizdə Sovetski rayonu olmadığı üçün Lenin oldu. Dedim, axı, bu Bakıda Lenin rayonu vardı, axı, mənası nədir ki, orada da Lenin adına, burada da Lenin adına. O da bəzi provokator kommunistlərin xəsiyyətinə uyğundur. Sən Leninlə ziş gedirsən. Dedim ki, siyasətləşdirməyin mənası yoxdur. Mən sənə deyirəm ki, orada vardı. Sən də deyirsən ki, lazımdır. Mən də fikirləşərəm, baxarım. Yox, elə mən deyən kimi yaz və göndər. Yığdım büro üzvlərini. Dedim, bəs vəziyyət belədir. Bunlar da mənə dedilər ki, bəs siz nə fikirləşsiniz adı? Dedim, mən fikirləşirəm ki, rayonun birinin adı Yeni Gəncə olsun, birinin adı Nizami olsun. Hamı dedi, Allah, biz razıyıq. Götdüm, zəng elədim. Ki, bəs mən Heydərdən danışmaqsın. Qaldırdı, dedi, qulaq asıram. Dedim, biri Yeni Gəncə, biri də Nizami. O Yeni Gəncə nə deməkdir ki? Dedim, bəs siz gəlmişdiniz buraya, doğrudan da bu olan hadisəni söylədim. Mən sizə o yeni qəsəbənin baş planını göstərdim, parkı da göstərdim sizə. Parkda da siz ağac bastırdınız Heydər Əliyev. O park da həmin o qəsəbənin parkıdır, bir yeni kompleksdir. Oradır. Dedi, başa düşürəm oradır. O ad nə deməkdir Yeni Gəncə? Dedi, bəs orada bina da tikəcəyik biz, raykom binasını. Dedi, nə istəyirsən tikkinə, bu rayon niyə adı Yeni Gəncədir? Mən düzü deyim ki, əvvəldən də mənim ürəyimdə həmişə xal var idi ki, həqiqətən mi mümkündür ki, Gəncə sözünü rəsmiləşdirmək? Çünki o dövrdə Gəncə sözü, burada bir supermarket var idi, bir də mehmanxana vardı. 3-4 dəfə mən nə dəlil gətirimsə, Heydər Əliyev yenə sualını verir ki, yaxşı, bu niyə Yeni Gəncə? Mən artıq düzü istədiyim ki, həyəcanım zilə qalxdı. Boğula-boğula qalmışam, bilmirəm də vəziyyətdən necə çıxım. Nəhayət Heydər Əliyev özü deməli azadlıq verdi. Dedi ki, söhbət Gəncəyə getmir, bu yeni nədir bunun quyruğuna yapışdırıbsan sən? Dedim ki, bunu bayaqdan deyim də, mən infarkt oldum. Getdim axı. Dedim, niyə infarkt olsan? Dedim, mən elə bildim ki, siz Gəncə sözünə itiraz edirsiniz. Gəncə öz sözümüzdür, mən niyə itiraz eləməliyəm ki ona? Dedim, lap yaxşı. Gəncə daha yaxşı. Amma mənim həyəcanım dayanmadı. Ona görə ki, Bakıda Heydər bunu təsdiq edəcəkdi. Mən bilirdim ki, bunu Moskvaya yazacaqdı. Moskvada qaydaya görə də
azı bir 10-15 ekspertin əlindən keçəcəkdi. Günlərin bir günündə də Heydərov zəng ilə dedi ki, təbrik edirəm, məsələ həll olundu və oldu rayonun biri Gəncə, biri də Kəpəz. Sonra gəldi bura Askinin Kənd Təsərrüfatı İnstitutunun yubileyinə. SOVKP MK Siyasi Bürosu üzvlüyünə namizəd Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev yoldaşı Kirovabad zəhmətkeşləri hər yerdə xoş təbəssüm və gülşəklə qarşıladılar. Orada çıxışında dedi, mən də çıxış edəndən sonra təşəkkürümü bildirdim və zal ayaq üstə bunu alqışladı və Gəncəyə hay düşdük ki, nəhayət o gün gəldi çatdı, Gəncəmizin adı qayıdıbdır. Rəssamlar qurultayında Elmira Şaxtaxçinskaya adlı rəssam var idi. O da qaldırmışdı. Nüşabə bu prosesdə söylədi, hamısında aktiv iştirakçısı idi. O jurnalist idi. Sözsüz ki, o Gəncənin adının diriltməsinin birinci addımı ki qoyulmuşdu. Yəqin ola bilər ki, çoxunun ürəyindən keçirdi ki, bütün şəhər o adı bərpa eləsin. O da o addım attı. Burada çox mənim üçün yadda qalan pis hadisə olub. İclas çağırdılar partiya komitəsində. Ramiz Bağırlı. Mənə hədə qorxu gəldi. Bütün jurnalistlər yığmışdı. Həm Azərbaycan, həm Rus, həm Erməni qəzetinin əməkdaşlarını, xüsusi müxbirlər hamını buradaydı. Və onda dedi ki, çox kəskin tədbir görəcəyik. Kirova, böyük Kirova 2 dəfə güllə atılıb. Bir dəfə Leningradda, bir dəfə də burada, Kirovabadda Otetta xanım stelalarını. Nüşabə xanım, yəni Kirova güllə atdı. Bəli. Bir cəsarətli çıxışa görə Nüşabə xanımın təqib və təzyiqlərə məruz qalmasının şahidi olduq. Həmin qurultayın foto, video xronikasını tapıb ona yenidən tamaşa eləmək istədik. Lap əvvəl Milli Kitabxanadan başladıq. 1987-ci il fevralın 13-də Bakıda keçirilən jurnalistlərin 7-ci qurultayı respublikamızda nəşr olunan qəzetlərdə necə işıqlandırılmışdı? Araşdırmağa başladıq. Bütün qəzetlərdə eyni məlumat çap olunmuşdu. Qurultayda çıxış eləyənlərin hamısının adları, hətta Bakı Metropoliteni qəzetinin redaktorunun da çıxış eləməsi qeyd olunmuşdu. Amma Nüşabə Məmmədlinin adı və böyük rezonans yaratmış çıxışı sanki yaddan çıxmışdı. Axtarışımızı davam elətdiririk. Ruhdan düşməyib, Milli Arxiv İdarəsində kino, foto arxivlərini araşdırmağa başladıq. Uzun axtarışlardan sonra qısa və səssiz kinolent qalıqlarını tapa bildik. Bəlkə də səsi pozmaqla həmin hadisəni ört-basdır eləməyə çalışmışdılar. Lentlərdəki səsi pozmaq olar, amma qurultay iştirakçılarının yaddaşlarındakı səsi pozmaq mümkün deyildi. Biz onların köməyi ilə həmin çıxışları bərpa elədik. Уважаемые товарищи, я хочу, чтобы, наконец, нашему городу вернули его исходное название Гянджа. Послушайте, среди нас есть враги народа, и мы должны быть беспощадны к ним. O günlərə qayıda bildiniz ya yox? Qayıtdım, əlbəttə qayıtdım. Çox böyük iş oldu. Həqiqi çox böyük iş oldu. Həmən qurultay vaxtı da, oradan çıxanda da Bəli. iştirak edənlərin müəyyən bir hissəsi sizə dəstək O oldular. cümlədən də Hidayət Orucov, Məmməd İsmail, Hacı Hacıyev, sonsuz minnətdaram, yəni ona çox
değerli insan hakkı var üstümde. Nəsir İmamquliyev, Şir Mehmet Hüseynov, Bəxtiyar Vahabzadə, Xəlil Rıza, Abbas Abdullah çox fədakarlıq göstərdilər mənim işimə görə. Amma Mənə dəstək mən bilən verdilər. o dəstək olanlara da bəzilərinə, o cümlədən Hidayət Orucova da təzyiqlər olmuşdu. Mən deyirəm elə söhbətimizi Bəli. Nüşabə xanım davam elətdirək o hadisənin baş verdiyi yerdə, Bəli. yəni Filarmoniyanın binasında. Nüşabə xanım həmin vaxtdan 38 il keçir. Ondan sonra bura bu filarmoniyaya gəlməmisiniz? Yox, heç vaxt. Qorxurdum yanından keçməyə. O 38 il əvvəl siz Kirabat şəhərinin sakini kimi əyləşmişdiniz burada və amma bu gün Mən Gəncə, onda da Gəncəli sayırdım özümü, indi də Gəncə. amma rəsmi şəkildə Kirabat Kirabat Yəni şəhəri. bizim hamımız üçün təhqir hiss elədiyimiz bir ad idi. Siz təxminən əyləşmişdiniz burada. İkinci idi ya üçüncü sıra idi mənə elə. İkinci sıraydı. Hə, ikinci sırada İkinci sıra. təxminən burada idi. Bəli. Sizin əyləşdiyiniz yerdən tribuna arası 5-10 addım olardı, çox olmazdı. Bəli. Kiçik məsafəni qət eləyəndə birdən-birə sizdə əmələ gəldi ki, mən başqa çıxış eləyim. Hacı müəllim mənə deyəndə ki, arxaya çöndü, dedi siz deyir, rusca danışırsınız. Siz Quzar Qulbada jurnalistlər üçün ev tikilməsini təklif edərdiniz, Moskvalılar buradadır. Onlar da eşitsin, bizə kömək eləsin, pul ayırsınlar. Dedim, deyərəm. Ancaq o belə üzünü çevirdi. Birdən həmişə mən yuxuda da görürdüm. Bilirsiniz o ideyanı ki, Gəncənin adı özünə qayıtmalıdır. Dedim, ay deyil, bilirdim ki, xoşa gəlməz işlər olacaq. Bilirdim ki, pis, mənə çox pis münasibət olacaq. Hamısı gözümün qabağına gəldi. Amma dedim ki, qoy deyim, çünki ikinci belə fürsət düşməyəcək. Уважаемые товарищи, предыдущие ораторы говорили о наших достижениях, о проблемах нашей журналистики. Но сегодня я хочу поднять другой вопрос. Я из города, в котором родились великие корифеи мировой поэзии. Низами Гянджави, Мәсәти Гянджави, Абулулла Гянджави. Но на карте мира нет этого города Гянджа. А слово «Гянджа» в переводе с латинского означает «сокровище». Это сокровище не бриллианты, не золото. Это наше моральное и нравственное сокровище. Я хочу, чтобы, наконец, нашему городу вернули его исходное название Гянджа. Nüşabə xanımın təklifini bütün zal alqışlarla qarşıladı. Həmin qurultayda mən jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi kimi iştirak eləyirdim. Həmin illərdə tələbə dostlarımla birgə tez-tez qızğın müzakirələr eləyirdik. Təhsil aldığımız universitet Kirovun adına, universitetin yerləşdiyi küçə Patris Lumumbanın adına, tələbə yataqxanasının yerləşdiyi küçə isə Avakyanın adını daşıyırdı. Bizim müzakirələrimizin mövzusu da bu idi. Yəni bizim tarixi şəxsiyyətlərimiz ola-ola bu məkanlar niyə başqa millətlərin nümayəndələrinin adını daşımalıdır? Filmi hazırlayan vaxt, araşdırmalar aparanda həmin illərdə Bakı Dövlət Universitetində indi sadaladığım adlarla bağlı maraqlı bir hadisənin baş verdiyini eşitdim. Həmin hadisənin şahidi hörmətli Misir Mərdanov. 86-cı ilin əvvəlindən başlayaraq bütövlükdə Azərbaycana qarşı, xüsusən bu Almatı hadisələrindən sonra Heydər Əliyevə qarşı çox ciddi bir kampaniya başlanmışdı. Yəni onlar başa düşürdülər ki, Heydər Əliyev orada dura-dura, Heydər Əliyev orada ola-ola Qarabağ məsələsinə girişə bilməzlər. Azərbaycana böyük bir komissiya göndərilmişdi. Böyük bir pambıqdan tutmuş, təhsilə qədər mədəniyyət, hər şey yoxlayırdılar. Komissiyanın sədri bir arayış tərtib eləməlidir, qayda belədir və o arayışla universitet kollektivini tanış eləməlidir. Əsas nəticə ondan ibarət oldu ki, Bakı Dövlət Universitetində milliyyətçilik baş alıb gedir, beynəlmiləlçilik tamamilə yaddan çıxıbdır.
Burada bir belə kafedra var, hamısının müdürü Azərbaycanlıdır. Bir belə fakültə var, hamısının dekanı Azərbaycanlıdır, rektor, partkom, prorektor. Yəni başqa millətlərin bura müdaxilə eləməsinə, bu işdə iştirakına yol vermirlər. Bu çox ciddi bir nöqsan kimi bunu dedilər. O zaman hüquqşünas rəhmətli hüquq fakültəsinin dekanı Məmmədxan Rəsulov var. Dedi, mənim sözüm var. Buyur, nə sözüm var? Komissiyanın sədrinə üzünü tutdu ki, sizin gəldiyiniz nəticə budur ki, bizim universitetdə millətçilikdir, beynəlmillətçilik yoxdur. Ona tər millətçilikdir ki, əvvəla bu universitetin adı Sergey Mironoviç Kirovun adınadır. İkincisi, bu universitetin arxasından keçən böyük küçə Avakyanın adınadır, ermənidir. Kirov da Rusdur. Qarşısından keçən küçə Patrisovun adı, bu da Azərbaycanlı deyil. Sağ tərəfindən keçən küçə Şorsdur, o da başqa millətdir. O birisi tərəfdən keçən küçə, 4 yeri var, 4 tərəfi. Keçxaverinin adınadır. Belə universitet haqqında niyə belə ədalətsiz fikirlər söylüyorsunuz? Yəni bununla bu məsələ demək olar ki, qapandı, cəmaət əl çaldı. Siz keçib əyləşəndən sonra, yəni Kamran Bağırovun Qəzəbləndi, çox böyük, hissli, sərt çıxışı oldu. Я не понял, вы что, сеете семена национализма? Неужели события в Алмате не стали для вас уроком, товарищи? Послушайте, среди нас есть враги народа, и мы должны быть беспощадны к ним. Вы согласны со мной, товарищи журналисты? Вы меня защищаете? Нет проблем. Настоящие коммунисты меня правильно поймут. Kamran Bağırovun sərt və əsəbi çıxışı da gürültülü və sürəkli alqışlarla qarşılandı. Amma mən əl çalmadım. Çünki mat qalmışdım. Bilmirdim o alqışa inanım ya bu alqışa. Bir dəfə tarix dərsində alqış məsələsinə görə 2 almışdım. Alqış eşidəndə bu əhvalat tez-tez yadıma düşür. Orta məktəbin sonuncu sinifində oxuyanda tarix dərsində Sovet İttifaqı Komünist Partiyasının 25-ci qurultayının materiallarını müzakirə eləyirdik. Müəllim məndən soruşdu ki, oxumusanmı? Cavab verdim ki, bəli, doğrudan da oxumuşdum. Dedi ki, nə yadında qalıb? Danış. Başladım yadımda qalanları bir-bir sadalamağa. Dedim ki, qurultayda 55 dəfə alqışlar, 25 dəfə sürəkli alqışlar, 15 dəfə isə gürültülü alqışlar olub. Doğrudan da mən tənbəllik eləməyib, qurultaydakı alqışların hamısını bir-bir saymışdım. Araşdırmağa çalışmışdım ki, sadə alqışın sürəkli alqışdan və yaxud gürültülü alqışlardan fərqi nədir? Fərqini deyə bilmərəm. Amma həmin tarix dərsindən ən çox yadımda qalan müəllimin mənə verdiyi 2 qiymət oldu. Alqışa görə 2 aldım. Bax bu qurultayda da 2 dəfə gürültülü alqışlar olmuşdu. Biri Nüşabə xanımın, o biri də Kamran Bağırovun çıxışından sonra. Həmin alqışları eyni əllər yaratsa da, bu alqışlar bir-birini təşzib eləyirdi. O çıxış vaxtı nə haqqında fikirləşirdiniz? Düşünür, Allah haqqında fikirləşirdim ki, Allah qardaşıma kömək olsun. O onda sənədlərini vermişdi, prorektor keçmək üzrə idi. Dedim, Allah onu sındırmasın. Bax, bir də ona alqış edirdim. Çünki ana atamı çoxdan itirmişdim, yox idi valideynlərim. Yəni mənim üçün ümid, yəni ki, ən böyük mənəvi dəyər, ümumiyyətlə, mənim arxam, köməyim, ümumiyyətlə qibləgahım bilirdim onu. Yəni mənim üçün insanlıq etalonu idi, Mürşid Məmmədli. Bax, dedim ki, ay Allah, özün ona kömək ola, elə ona dəyməsinlər. Yəni, mənə nə olur olsun, elə fikirləşirdiniz. Ona dəyməsinlər, bəli. Amma onun dərhal sənədlərini geri qaytardılar, təsdiq eləmədilər. Həmin vaxt Nüşabə Məmmədlinin bu cəsarətli təklifinə Moskvadan da dəstək gəlmişdi. Qurultaydan az sonra Moskvada nəşr olunan Sovetskaya Kultura qəzetində şöbə müdürü işləyən Fərhad Ağamaliyevin Vətəndaşlıq adlı məqaləsi dərc olunmuşdu. O bu yazıda Gəncə adının bərpa olunması məsələsini ciddi şəkildə əsaslandırmışdı. Amma
qəzetin növbəti nömrəsində biz Kirovabadlıyıq adlı yazı dərc olundu. Xüsusi tapşırıqla, ildırım surəti ilə Moskvaya ötürülən bu yazının altında bir qrup şəxslərin imzaları qoyulmuş və fəxrlə Kirovabad yazılmışdı. Fərhad Ağamaliyev şöbə müdürlüyündən və işdən çıxarıldı. Amma o sınmadı, vətənpərvər fəaliyyətini davam elətdirdi. Moskvada Azərbaycanla bağlı Panorama Azərbaycana adlı ilk rus dilli qəzet işıq üzü gördü. Şərq Ekspresi jurnalının baş redaktoru da oldu. Həmin vaxt mən artıq təhsilimi Lomonosov adına Moskva Dövlət Universitetində davam elətdirirdim. Fərhad müəllimlə sonuncu dəfə Sovet İttifaqı Teleqraf Agentliyinin TASS deyilən binasının qarşısında görüşdük. 20 yanvar faciəsi vaxtı Moskvada təşkil olunan etiraz yürüşünü və mitinqləri yada saldıq. Söhbətimizi köhnə hamam, köhnə TASS ifadəsi ilə tamamladıq. Elə qorxurdum ki, birdən dedim başım hərlənər, birdən yıxılaram. Çünki təzyiq başımın içində küy var idi, çox möhkəm. Səs küy, elə bil, bax bilirsiniz, qulağım tutulurdu elə bil, o çıxışları işləndə. Qulam Məmmədli məni müdafiə elədi əslində, köyrəldi də, dedi ki, bu qızımızı 20-ci illərdə bir Fitnə adlı qızımız olub, Şərqin Səsi qəzeti olub deyəsən o vaxtı. Onu Sibirə sürgün ediblər, bunu onun gününə salmayın. Dedi və yarımçıq qaldı onun çıxışı, kövrəldi. Həmin qurultaydan biraz əvvəl Qazaxıstanın Almata şəhərində böyük ixtişaşlar baş vermişdi. Moskva bu ölkənin rəhbəri Qazax millətindən olan Kunayevi vəzifədən azad eləyib, yerinə Rus Kulbini təyin etmişdi. Qazaxlar bu təyinata etiraz eləyərək üsyana qalmışdılar. SSR rəhbərliyi bu üsyanı amansızlıqla yatırtmışdı. Bu hadisə zamanı ölənlər, çoxsaylı yaralananlar və minlərlə cəza alanlar olmuşdu. Kamran Bağırovun əsəbi çıxışında bu məsələni xüsusi qeyd eləməsi də təsadüfi deyildi. Çünki həmin qurultayda Moskvadan yüksək rütbəli qonaqlar da iştirak eləyirdi. Kamran Bağırov da Azərbaycan Kommunist Partiyasının birinci katibi idi. SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi həmən il üçün respublikaların və bütövlükdə SSR-in ali məktəblərinə qəbul qaydaları hazır edirlər. 86-cı ildə gələn qaydalarda bir yenilik gördük ki, yazılıb ki, Azərbaycan bölməsinə daxil olan bütün abituriyentlər 4 imtahandan əlavə 5-ci imtahan Rus dilindən inşa yazı imtahanında verməlidir. Şüvəlanda yazıçılar evində yazıçıları Mərkəzi Komitənin birinci katibi Kamran Mamedoviç, belə deyirdilər onda, qəbul edilmiş. Bu Bəxtiyar orada dava salıbdır, əsəbləşdiribdir Kamran Mamedoviçi. Deyib ki, bu nə deməkdir, hara baxırsınız siz? Niyə mənim kənddə orta məktəb bitirib, heç Rus dilini heç bir şey bilməyən uşağım niyə gəlib Rus dilindən imtahan verməlidir? Bəyəm Nəsrəddin Tus Rus dilini bilirdi və iclas orada pozulubdur. İndi qərara gəliblər ki, bugün Kamran Mamedoviçin otağında bizi və Bəxtiyar müəllimi qəbul edəcəyik. Getdik, indiki Nazirlər Kabinetinin qarşısında dayandıq. Baxdıq ki, Bəxtiyar müəllim maşından düşdü yanımızdadır. Qurban müəllim bunun üstünə getdi ki, bəs, ay Bəxtiyar müəllim, sənə nəyinə lazımdır? Nədən imtahan verilir, nədən? Qoymazsan işimizə görə. Belə biraz bunun üstə, elə deyəndə Bəxtiyar müəllim elə bir bomba kimi partladı. Sən kimsən? Mən çox ciddi buna hücum elədi ki, bu nə deməkdir? Yəni, həmin dediyim sözləri təkrar buna və lift gəldi, biz üçümüz də girdik liftə. Çıxdı o birinci katib oturan mərtəbə, oraya qalxanda Bəxtiyar müəllimin səsindən dayanmaq olmurdu. Hərə bir yana qaçdı. Acanı töhdü, bizi çağırdılar otağa və orada Kamran Bağırov dedi ki, bu məsələni mən Heydər Əliyevlə danışmalıyım. Və mənə belə gəlir ki, əlbəttə bizim yanımızda olmadı. Sonra Heydər Əliyevlə danışmışdı Heydər Əliyevlə. Çünki Heydər Əliyev SSR məkanında təhsil sisteminin də kuratoru idi eyni zamanda. 3-4 gündən sonra cavab gəldi ki, bəs qərar gəldi ki, həmin imtahan yığışdırılsın. Bu Gürcüstana da aid oldu, Ermənistana da aid oldu, Orta Sərhəd Programı. Heç kəs bilmədi ki, bunun bir Bəxtiyar Vahadın adında bir kişi var. O kişi bu qərarı SSR səviyyəsində qəbul olmuş qərarı ləğv etdirdi. Döyməni,
söy məni, öldür məni, sümüyümə düşməyən sən çaldığın havaya mən oynaya bilmərəm. Bəxtiyar müəllim, bu şeir kimə ünvanlanmışdı? Sovet dövründə yazılıb. Siz yaxşı tutmusunuz onu. Orada yenə həmən şeyi demək istəyirəm. Ki, qardaş, sən mənim ürəyimdən gəlməyən, mənim maraqlandırmayan, mənim qəlbimi narahat eləməyən şeyi niyə mənə dedirtdirirsən? Müstəqillik illərində Bakı Dövlət Universiteti tam milliləşdi. Üzü ağ, bəxti yar oldu. İndi buranın ünvanı Patris Lumumba yox, Bəxtiyar Vahabzadədir. Qayıdıb əyləşdiniz, yanınızda oturanlar öz stullarını kənara çəkdilər və zalın böyük bir əksəriyyətinin kinayəli baxışları sizə tuşlanıb. Hətta bir yazıçımız, onun da adını çəkmirəm. Çünki yaxşı əsərlər müəllifidir, həqiqətən də. İlahdakı bir əsəri mənim çox xoşuma gəlmişdi onun. O mənə dedi, ayıb olsun sənə, qızım. Elə dedi ki, bu nə çıxış elədin, bizi biabır elədin sən. Sən bilmirsən ki, bizə mədəniyyəti Ruslar bağışlayıb, bizə Nizami Gəncəvini Ruslar bağışlayıb. Onlar olmasaydı Allah birinə gündə olardıq. Bilsiz, çox milləti təhqir eləyən bir sözlər dedi. Buradan duranda çox ağır bir yükün altında. Nə deyirdim, buradan çıxın. Bax, elə tələsirdim ki, bax, buradan bu zalı tərk eləyim, bu binanın yanından uzaqlaşım, da heç kimi görməyim. Sonra əl çalanları görməyim, heç kimi görməyim, çıxım. Çox şadam görməyimə sizi. Mən də çox məmnunum. Sağ olun. Zülmətdə işıq kimi oldu. Hidayət müəllimin dəstəyidir orada. Çox. Həmən hadisə vaxtı sizdə hardan elə bir güc əmələ gəldi ki, o baskının altında yaxınlaşıb Nüşabə xanıma bir dəstək verəsiniz? Əgər Nüşabə xanımın o tarixi çıxışı olmasaydı, nə o qurultay mənim yadımda qalacaqdı, nə də o gün mənim yadıma qalacaqdı. Elə bu fayedə, bizim arxamızdakı bu dənizə baxan fayedə mən Nüşabə xanıma yaxınlaşdım. Mən Nüşabə xanımı ilk dəfə onda görürdüm. Mən onun yazılarını oxumuşdum, həm bədii yazılarını, həm publisist yazılarını. Radioda da haqqında xoş söz demişdim, gənc müəllif kimi. O vaxt mən Gənclik Nəşriyyatının baş redaktoru idim. Amma biz ilk dəfə görüşürdük. Mən yaxınlaşdım, təbrik elədim. Dedim, möhkəm olun, sarsılmayın. Belə. Əlbəttə, çox məmnun oldu və o anda mənim yadımdan çıxdı ki, Nüşabə xanım mənə dedi ki, bəlkə mən sizdən aralanım biraz. Çünki məni sizin yanınızda görsələr, sizə sonra yaxşı olmaz. Dedim, yox Nüşabə xanım, bu tənəffüs boyu mən sizin olacağım. Və doğrudan da o tənəffüs boyu biz bir yerdə olduq. Güya nizami şünaslıqla məşğul olan bir professora söz verdilər. Bu professor da çıxış elədi və bunun çıxışından az qala belə çıxdı ki, elə doğrudan belə çıxdı ki, Gəncənin kiravat olmasın, Böyük Nizami özü 850 bundan qabaq vəsiyyət edir. İndi sizə dediklərimi, əlbəttə publisist dillə, mən bunu yazdım və o vaxt çox populyar olan, təxminən yarım milyona yaxın tirajı vardı. Azərbaycan gənclərində, Azərbaycan Gəncləri qəzetində mənim bu hadisələrə münasibətim çap oldu. Həsən bəy Zərdabidən başlamış, Əkinçi qəzetindən başlamış, bütün Çar imperiyasını keçmiş, bütün o dövrlər, bütün o Sovet, 70 illik Sovet dövrünü keçmiş, bütün zamanlarda əsr yolumuzda bizim xalqımızın, bizim dövlətimizin, bizim milliliyimizin keşiyi. Nüşabə xanımın kitabı Gənclik Planının nəşriyyatının ya tematik planlıydı, ya da növbədi idi, ya da salınası idi.
dedim kitabdan arxayın olun belə filan və elə ya həmin il idi ya bir il sonra Bir il sonra çıxdı, bəli. sizin Sizin kitab- sayənizdə çıxdı. Xoş gördük Məmməd müəllim. Dedi sizi görək. Yəni ayrı yüngüldü, lap yaxşı olacaqsınız inşallah. 87-ci ildə jurnalistlərin qurultayı olmuşdu. Orada Nüşabə xanım bir cəsarətli çıxış eləyib Kirabad şəhərinin adının Gəncə olmasını. Ona dəstək duranlardan biri də siz olmuşdunuz. Mənim üçün çox xoşdur. Görüş, gəlir. Azərbaycan jurnalistikası üçün, Azərbaycan üçün ben çok nadir hadisələrdir. Ben teşekkür ederim kendisiniz. Çok sağ olacağım. Elə mənim üstümdə çox böyük haqqınız var. Yəni Sovet dövründə hələ SSR dağılmamış mənim Cavad xan əsərimi siz qızıl fonda yazdırdınız və televiziyada yəni nümayiş elətdirdiniz. Benim için en önemli şey her hansı bir insanın bizim ümmenin medeniyetimize, kültürümüze verdiği töhfədir. İnşallah ayaqüstə sizdən görüşərik. İnşallah. Oldu. Allah amanında. Allah sağ olun. amanında. Şəhərin adı qaytarılması sessiyası keçirildi burada. Keçiriləndə bizim işçimiz var idi. Çingiz Məmmədov indi politologdur. Bilirsiniz nədir də görürəm ki, bu çıxdı bura, hardansa o dal qapıdan. Əlində bir dəstə gül gətirdi. Gördüm gözünlə məni tapdı, getdi gülün mənə verdi, çıxdı. Tarixi anı siz burada harda əyləşib izləyirdiniz? Mən orada əyləşmişdim. Çox həyəcanla gözləyirdim. Həmin qərarı birbaşa özüm eşitmək istəyirdim. O hadisənin birbaşa iştirakçısı olmaq istəyirdim. Bayram təntənəsi idi. Qəlbin bayramı idi, ruhumun bayramı idi. Nəhayət Gəncə öz yurduna qayıtdı. Bizi müstəqil və bütöv Azərbaycana aparan yol hamar olmadı. Bu uzun və ağrılı yolun tarixini yazanların alın yazıları bəzən silahla da yazıldı. Onlar ən qaynar nöqtələrdə həyatlarına nöqtə qoyulan Azərbaycanın şəhid jurnalistləri idi. Mətbuatımızın tarixi həm də Azərbaycanımızın tarixidir. 150 illik yubiley tariximizin ən qürurlu zamanı ilə üst-üstə düşür. Bu şanlı günləri yaradana da, bu zamanı tarixin yaddaşına olduğu kimi yazanlara da gürültülü, sürəhli alqışlar düşür.